Herkese salam. Bu videoda Master School Təhsil Mərkəzinin 6 aprel 2025 tarixində keçirilmiş olduğu buraxılış fənləri üzrə sınaq imtahanının izahına baxırıq. Sinif 9 61 nömrəli test tapşırığı ilə başlayaq. Əvvəl işin 70%, sonra qalan işin 20%-i görüldü. İşi neçə faizə görülməmiş qaldı? İşi 100% qəbul edirik. İş olsun 100%. Burada 70% görülüb. Yəni əvvəl 70% görülüb. Əgər 70% görülübsə, 100-dən 70 çıxanda nə qədər qalır? 30% qalır. Yəni qaldı 30%. Daha sonra deyir ki, qalan işin 20% görülüb. Qalanın işini qalan işin 20% görülübsə, qalan 30 idi. Bu 30-un 20%-ni tapırıq. Ədədin faiz tapanda faiz götürən ədədə vurub bölmək lazımdır 100-ə. 100'e bölürəm, alıram ki 6%. Yəni sonra isə qalan işin 6%-i görüldü. 6% görülsə nə qədəsi qalmış oldu? Daha sonra yenə nə qədər idi? 30 idi. 30-dan da çıxırıq 6-nı, qalır 24%. Doğru cavab C variantı. 62. A tam dövrdə 7 üstəgəl C-də B ifadəsinin qiyməti ən kiçik sadə ədəd olarsa, ən kiçik sadə ədədimiz 2-dir. 2-ni yada saxlayaq. A üstəgəl B üstəgəl C cəminin ən kiçik qiymət tapın. Bunu yazıram. A tam 9-da 7. Çünki dövrdəki ədədin sayı qədər 9 yazırıq məxrəcə. Dövrdəki ədədi isə surət yazıram. Burada yazıram C-də B bərabərdir 2. Hər ikisi 2-dirsə, bunların tutaq ki, hansı ədədlərin cəmi 2 olar? 1-lə 1-i. Burada yazıram ki, C-də B bərabərdir 9-da ilə 2-dir. Bu şəkildə. Buradan alıram ki, B 2-yə bərabərdir. C 9-a bərabərdir. A da nəyə bərabər olacaq? 1-ə. Əgər yerinə yazsam, olacaq 1,9-da 7 üstəgəlinsin 9-da 2. 1 üstəgəl 1, 2 verəcək bizə. Cəm neçə eləyəcək? 2 üstəgəl 9 üstəgəl 1 bərabərdir 12. Doğru cavab D variantı. 63. Tənliklər sistemindən Y-ı tapın. Baxıram ki, Y-ın hazır bir qiyməti verilib. Buna görə ikinci tənliyi əvəzləmə edirəm. Yəni 5x üstəgəlsi 2 vur Y-ın yerinə 2x yazıram. Bərabərdir 18. 5x üstəgəl 4x bərabərdir 18. 9x bərabərdir 18. X da bərabərdir 2. X 2 olarsa Y nəyə bərabərdir? 2x-a. Yəni 2 vur 2 Y olur 4. Bizdən Y istəyirdi. Cavab C variantı. 64. Bərabərsizliyinin ən böyük tam həllini tapın. İlk öncə məlumları bir tərəfə, məchulları bir tərəfə keçirib normal həll edirəm. Olur mənfi 3x çıx 4x böyükdür 57 çıx 15. Bu olur mənfi 7x böyükdür 42. Hər tərəfi mənfi 7-yə böləndə işarət əksinə dəyişir. Olur x kiçikdir mənfi 6. X kiçikdir mənfi 6 hansı ədədlərdir? X burada alır. Mənfi 6-dan kiçikdir. Yəni mənfi 7, mənfi 8, mənfi 9 və s. mənfi sonsuzluğa qədər. İndi burada ən böyük tam həll hansıdır? Mənfi 7-dir. Doğru cavab olur C bəndi. 65. Düzbucağının eni 12 cm, sahəsi isə 360 kvadrat santimetrdir. Bilik ki, düzbucaqlı qarşı tərəfləri bir-birinə bərabər və paralel olan dördbucaqlıdır. Enini verib, uzunluğunu verməyib. Sahə 360-dır. Bilirik ki, sahəni en vurulsun uzunluq düsturu ilə hesablayırıq. Vurulsun uzunluq. Sahə 360-dır. 360 bərabərdir 12 vur B. Buradan B-ni alırıq ki, 30-a bərabərdir. Perimetrini sil. Perimetr isə 2 vurulsun. En üstəgəlsin uzunluq düsturu ilə hesablanır. Yəni 2 vurulsun 30 üstəgəl 12. O da bərabərdir 2 vurulsun 42. Bu da olur 84. Doğru cavab B bəndi. 66 nömrəli tapşırıq. Bu düstur ilə verilən çevrənin radiusunu tapın. İlk öncə x-ları bir yerə yığıram. X kvadratı çıx 6x. Baxıram ki, bu müxtəsər vurma düsturdur və bunun plus bir ədədi əksikdir. Onu yazmıram hələ ki. Üstəgəl y kvadratı üstəgəl 2y. Yenə bunda nə isə əksikdir. Üstəgəl 9 bərabərdir 15. Ayırıram müxtəsəri. Burada olmalıdır 2 vurulsun AB. Yəni mənfi 2 vurulsun. Mənfi 2 nəyə vursam 6x edir 3-ə. 3x. Burada 2 vurulsun 1y olmalıydı.
İndi bunun x-i gəlib bura kvadrat şəklində. Bu 3 də gəlməlidir. Bura 3-ün kvadrat. Eyni zamanda y gəlib y kvadratı olub. 2 də surdadır. 1 də bura gəlməli idi. Yəni olacaq x kvadratı çıx 6x üstəgəl 3-ün kvadratı nə verir? 9. Üstəgəl y kvadratı üstəgəl 2y üstəgəl 1-in kvadratı 1-dir. Üstəgəl 9. Nə əlavə etdim bura? Əlavə etdiyim müsbət 9-dur və müsbət 1-dir. Cəm neçə eləyir? Müsbət 10. Onu özümdən əlavə etmişəm deyə bura mənfi 10 deyə onu çıxıram. Misal özümüzdən heç nə əlavə edə bilmərik deyə nə yazmışamsa artıq onları çıxmalıyam. Bu müxtəsər vurma düsturudur. Bu da müxtəsər vurma düsturudur. Açılıb sadəcə. Bu x çıxılsın 3-ün kvadratının açılışıdır. Digəri isə y üstəgəlsin 1-in kvadratının açılışıdır. Burada nə alınır? 9 çıx 10 mənfi 1 mənfi 1 keçirdirəm. Mötərizənin bərabərliyin sağına 15 üstəgəl 1 olur 16. 16 da nəyin kvadratıdır? 4-ün kvadratıdır. Bizdən radiusu istirdi. Radius olur 4. Doğru cavab D bəndi. 67. Bucaq BAC yəni bura. Bərabərdir bucaq BYD-yə. BD 5-dir. BY 4-dür və CY 6-dır. Burayı da 6 verib. AD-ni tapın. Buradan iki dənə bucaq oxşardır. Üç bucağın oxşarlığına görə tapa bilərəm ki, belə yazaram. BC tərəfi bölünsün AB tərəfinə. BC hansıdır? BC ümumidir. Böyüyün kiçiyə nisbəti. BC-ni bölüm AB-yə. Daha doğrusu üzr istəyirəm. BY-nin kiçikdir, böyük yazmışam burada. BY-nin AB-yə nisbəti. BY bu kiçik tərəfdir. AB isə böyükdür. Buradan kiçiyin böyüyə nisbəti bərabərdir. BD-nin BD yenə burada hansı hissədir? Kiçikdir. Böyüyə nisbətinə. BC-yə nisbəti. Böyük də bu hissədədir. BD bölünsün BC. BY-ni bizə verib 4. AB nədir? Bura bilmirəm. Bura x yazıram. Olur 5 üstəgəl x. Bərabərdir. BD demək. BD-miz 5-dir. BC isə 4 üstəgəl 6 10-dur. İndi çarpaz şəkildə vururam. 4 vurulsun 10. Bərabərdir 5 vurulsun 5 üstəgəl x. Burada 10 ilə 5 x çarparım 2 qalsın. 5 üstəgəl x bərabər 4 vur 2'ye 8. X də bərabər olur 3. Doğru cavab B bəndi. 68 nömrəli tapşırıq. Paralel köçülmə zamanı A3-2 nöqtəsi B2-3 nöqtəsinə keçir. Bu paralel köçülmə zamanı C3-1 nöqtəsi hansı nöqtəyə keçər? Bir ki paralel köçülmə zamanı nə yazırıq? X ştrix bərabərdir. X üstəgəlsin A olur. Və Y ştrix bərabərdir. Y üstəgəl B olur. Yəni burada 3 üstəgəlsin hər hansı bir A ədədi bərabər olub 2-yə. Eyni qayda ilə 2 üstəgəlsin hər hansı bir B ədədi bərabər olub 3-ə. Buradan alıram ki, A bərabərdir mənfi 1-dir. B də bərabərdir 1-dir. Deməli, C3-1 nöqtəsi olacaq C' nöqtəsinə, yəni 3 üstəgəlinsin mənfi 1 və 1 üstəgəl 1. Buradan da alırıq ki, 3 də yəni mənfi 1 bizə 2 verir, 1 üstəgəl 1 də 2 verir. Deməli, 2-2 nöqtəsinə keçəcək. Doğru cavab B bəndi. 69 A mənfi 5 4 və B 3 9 olarsa A-nın B-yə fərqi çoxluğuna daxil olan tam ədədlərin cəmini tapın. İlk öncə A çoxluğunun elementlərini yazıram. Mənfi 5 daxil deyil. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4 də daxildir. B çoxluğunun elementlərini yazaq. 3 daxildir. 4, 5, 6, 7, 8, 9 da daxildir. A-nın B-yə fərqi deyəndə A-dan B-ni çıxırıq. Yerdə qalan elementləri yazıram. A-dan B-yə aid olanlar çıxsam əgər 3'ü çıxmalıyam. Çünki burada 3 var. 4'ü çıxmalıyam. Başqa ortaq elementləri yoxdur. Yerdə nələr qaldı? Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1. Sadəcə A-da qalanlar yazıram. Bir də 2. Cəmini istəyir. Cəmləsəm əgər burada 2 ilə mənfi 2 gedəcək. 1 ilə mənfi 1, yəni 0 verəcək. Gedəcək deyəndə. Qalır mənfi 4, üstəgəl mənfi 3. Cəm istəmişdi. O da olur mənfi 7. Doğru cavab B bəndi. 70 nömrəli tapşırıq. Kater çayın axını istiqamətində sürəti 20 km bölünsün saat, axına qarşı isə 16 km bölü saatdır.
Çayın axma sürətini tapın. Kater çayın axını istiqamətdə gedirsə əgər, hərəkət edirsə V axını ilə. Bu zaman katerin sürəti ilə çayın sürəti toplanır. Və bu da bizə verib ki 20-yə bərabərdir. Axına qarşı isə katerin sürətindən çıxırıq çayın sürətini. Çünki birində kömək edir, çay katerə getməyə deyəndə mane olur. Bu da 16,2-dir. Çayın axma sürəti istəyir, gəlin bunları toplayaq alt-alta. Toplasam kater üstə kater olur 2 dənə V kater. V çay çıx V çay 1 mənfi 1 müsbətdir, 0 verir cəmi. 20-nin üstə 16,2 yerində eləyir 36,2. Deməli buradan V kater nəyə bərabərdir? 36,2-ni 2-yə böləndə olur 18,1. Gətirib yerinə qoysam 18,1 üstə gəlinsin V çay bərabərdir 20. Buradan da çıxır ki V çay nəyə bərabər olacaq? 1,9-a. Bir də çayın axma sürətini istəyirdi. Cavab A bəndi. 71. X və Y-ın qiymətlərini verib bu ifadəni qiymətini hesablamamızı istəyir. İfadənin qiymətinə baxıram ki, yuxarıdakı köməkçi müxtəsər vurma düsturudur və bu x üstəgəl y-ın mötərizə kvadratının açılışıdır. Amma əgər bilmiriksə köməkçi müxtəsər vurma düsturunu açıram x çıx y-ın kvadratını olur x kvadratı üstəgəl y kvadratı çıxılsın 2x y üstəgəl 4x y da verib bölünsün. Məxrəcdə 2-ni ortaq vuruq kimi çıxarım. Qalır x üstəgəl y. Buradan qalır x kvadratı üstəgəl y kvadratı üstəgəl 2x y böl 2 vur x plus y. Surət nəyi verdi bizə? X üstəgəl y-ın kvadratını verdi. Bölünsün 2 vur x üstəgəl y. Biri yuxarıdakı x üstəgəl y-ın 1 ilə aşağıdakı 1-i gedir. Surətdə qalır x üstəgəl y. Məxrəcdə də qalır 2. X 0,65-dir. Y-ımız 0,35. Bölürəm 2-yə. 0,65 ilə 0,35-in cəmi bizə 1 verir. 1-i də 2-yə böləndə alıram 0,5. Doğru cavab B bəndi. Demək 72 nömrəli tapşırıq ifadəsini vurğulara ayırın. Bərabərdir. Burada qruplaşdırıram 16x 16y qruplaşdırıram. Mənfi x kubla müsbət x kvadrat y. Birincdən 16-nı çıxaram, mötərizənin xaricində qalır x çıxılsın y. Digərində isə mənfi x kvadratını çıxaram. Burada qalır x bir dənə x çıxılsın, çünki qarşıya mənfi çıxarmışam. Mötərizənin içərisindəki işarəsini əksinə dəyişməlidir. X kvadratı çıxdı, yerdə qaldı nə? Y. Baxıram, ortaq vuruq nədir? Mötərizənin içi. Yəni x çıx y ortaqdır. Birinci hissədən 16 qalır, ikinci hissədən isə x kvadratı qalır. Olur 16 çıxılsın x-ın kvadratı. 16 nəyin kvadratı? 4-ün. Yəni mən bunu belə yaza bilərəm. 4-ün kvadratı çıx x-ın kvadratı. O da a kvadratı çıx b kvadratı deyə 4 çıx x 4 üstəgəl x şəklində bunu vuruqlara ayıra bilərəm. Cavab olur burada nə? Y variantı. 73. Nə verib? Məxrəci 12 olan düzgün kəsirlərdən təsadüfi seçilmiş birinin ixtisar olunmayan kəsir olması hadisəsinin ehtimalını tapın. Əgər məxrəc 12-dirsə və düzgün kəsirlər deyirsə, burada surətdəki ədədlər 12-dən kiçik olmalıdır. Yəni 11 dənə surətdə ədəd olacaq. Yəni 11 dənə bizim kəsirimiz var ümumi. Ümumi 11 dənədir. Məxrəcə yazıram 11. Neçəsinin ixtisar olunmayan olduğunu hesablamaq lazımdır. Bunun üçün də 12 ilə 12-dən kiçik, 12 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapıram. Yəni 12-ni ayırıram sadə vuruqlarına. 2 vur 2 vurulsun 3-dür. Burada qarşılıqlı sadələri tapsam əgər, qarşılıqlı sadələr bərabərdir. 12 vurulsun, 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1. Sadə ədədlərdə baxıram ancaq. O da bərabərdir 12 vurulsun, 2-də 1 vurulsun, 3-də 2, bərabərdir 4. Yəni 4 dənə ixtisar olunmayan kəsir var, 11 dənə isə ümumi kəsir var. İxtisar olunmayanları istəyirdik, bu 4-də gətirib yazıram surətə. 11-də 4 ixtisar falan getməyinə görə elə cavabımız olur Y variantı. 74. Əbob 32-13 vurulsun, Əkob 32-13 ifadəsinin qiymətinin 5-ə bölünməsindən alınan qalığı tapın. İlk öncə bilirəm ki, bu ifadənin qiyməti nəyə bərabərdir? Eli 32 vurulsun 13-ə bərabərdir. Bunun da 5-ə bölünməsindən alınan qalığı istəyir. Vurub 5-ə bölməyə ehtiyac yoxdur. Bir-biri hər bir ədədi 5-ə bölüb qalığı tapıram. 32-ni 5-ə bölsəm qalıq nə alar? 2. 13-ü 5-ə bölsəm qalıq nə alacam? 3. İndi 2 vur 3 daha kiçik ədəddir. Bunun 5-ə bölünməsindən alınan qalıq tapıram. 2-ni 3-ə vursam 6 eləyir. 6-nı da 5-ə bölsəm qalığım nə qalacaq? 1 qalacaq. Cavab da olur C variantı. 75. 20-də 11 kəsirini faizlə göstərin. Kəsri ədədi faizə çevirmək üçün verilən həmin o ədədi və ya kəsiri 100%-ə vurmaq lazımdır. 100%-ə də vuranda burada 20 ilə 100 ixtisar gedir 5 qalır. 11-i də 5-ə vursam olur 55%. Doğru cavab B bəndi. 76. A2 3
nöqtəsi və BMN nöqtələri x bərabər 4 düz xəttinə nəzərən simmetrik olarsa, m üstəgəl n cəmini tapın. Əgər A2-3 nöqtəsi x bərabərdir 4 düz xəttinə nəzərən simmetrikdirsə, bu zaman yazmalıyam ki, B 2 vur 4 çıxılsın 2 və 3 nöqtəsi alınır da burada. Yəni 2 A çıxılsın x şəklində hesablayırıq. Buradan da B nəyə bərabər olacaq? 2 dəfə 4 8, 8-dən 2 çıxıram 6, 3 yerində qalır. 6 üstəgəl 3 istəyir bizdən, o da olur 9. 77. Diagonalları hasili 50 olan rombun sayısını tapın. Bilir ki, rombun sahə düzlarından biri S bərabərdir. D1 vurulsun, D2 bölünsün 2 düsturla hesablanır. Hasili birbaşa bizə 50 verib, 50 bölü 2 cavab olur 25. 78. İfadənin qiymətini hesablayın deyir. 3,6-nı bölürəm 0,6-ya, cavab alıram 6. Üstəcəl 2,4 də 0,5-ə vuranda alırıq 1,2. 6-nın da üstünə 1,2 gəldi, olur 7,2. Düzgün cavab. 79 nömrəli tapşırıq. ABCD paraleloqramının sahəsi 64, SY bərabərdir 7 olarsa, ADY üçbucağın sahəsini tapın. Bilirik ki, əgər burada bu hissə bir-birinə bərabərdirsə, buradakı bu sahə, yəni SAYD bərabər olur 4də 1 ümumi sahə, yəni paraleloqramın sahəsinə. ABCDY. Yəni SAYD-ni istəyir bizdən. Bərabərdir 4də 1 vurulsun, paraleloqramın sahəsinə çevirib 64. 64-ü 4-ə bölürük burada, olur 16. 80 nömrəli tapşırıq. 300 ədədinin neçə sadə vuruğu var? 300 ədədini sadə vuruqlarına ayırıram. 2 vur 2, vur 3, vur 5, vur 5'dir. Neçə dənə sadə vuruq olmuş oldu? 5 dənə. Doğru cavab 5'dir. 81. Zalda olan şagirdlər hər sol arxasında 4 nəfər oturduqda 4 şagird ayaq üstə qalır. Hər sol arxasında 6 nəfər oturduqda isə 4 stol boş qalır. Zaldakı şagirdlərin sayını tapın. İlk öncə stolların sayını işarə edirəm. Stol sayını bilmirəm neçə dənə stol var. Yazıram x. İndi hər stol arxasında 4 nəfər oturursa, deməli olur 4x nəfər oturmuş olur. 4 dənə şagird ayaq üstə qalır. Yazıram plus 4. Artıq da bu. Və şagirdlərin sayı dəyişmir. Eyni sayda adam vardı. Ya 4-4 otururlar, ya 6-6. Bərabər olur. Sonra deyir ki, hər stol arxasında 6 nəfər oturur. Yəni 6x. 4 stol boş qalır. Əgər 6-6 oturublarsa, 4 stolda neçə nəfər şagird oturmalıydı? 4 vur 6. Və bu qədər stol boş qalır. Deməli, 4 vur 6 sayda şagird çatmır. Yazıram, çıxılsın. 4 vurulsun 6. Adi tənlik kimi hesablayıram. 6x-dan 4x çıxacam. 4 üstəgəl 6 dəfə 4, 24. Yəni 2x bərabərdir 28. X də bərabərdir 14. Deməli 14 dənə stol var. İndi şagirdlərin sayını istəyirsə, ya burada gətirib x-i yerinə qoyub hesablayacağım, ya da burada hər ikisi cavab eyni olacaq. Birincidə yazaq 4 vur 14 üstəgəl 4. Cavab olur 60. Deməli 60 nəfər şagird var imiş. 82. X kvadratı üstəgəl y kvadratı üstəgəl 4x çıx 6y üstəgəl 13 bərabərdir 0 tənliyini ödəyən x, y cütü üçün x, y haysini tapın. İlk öncə bunları x-ları bir yerə yığıram. Üstəgəl nöqtələr. Üstəgəl y kvadratı çıx 6y üstəgəl yenə nöqtələr. Üstəgəl 13 bərabərdir 0. Ayırıram buradan. Bu olmalıdır 2 vurulsun 2x. Bu olmalıdır mənfi 2 vurulsun 3y. Buradan x gəlib x kvadratı olub, deməli bu 2-nin kvadratı gəlməlidir bura. Burada y gəlib y kvadratı olub, deməli bu 3-də gəlib kvadratı yazılmalıdır bu hissəyə. Olmalıdır deməli x kvadratı üstəgəl 4x üstəgəl 2-nin kvadratı 4 eləyir. Y kvadratı çıx 6y üstəgəl 3-ün kvadratı da 9 edir. Üstəgəl 13 nə əlavə etdim özümdən bura artıq? Müsbət 4 və müsbət 9 əlavə eləmişəm. Cəmi neçə eləyir? 13. Bu 13-ü burada çıxıram. Bərabərdir 0. Yığıram müxtəsərləri. Olur x üstəgəl 2-nin mötərizə kvadratı, üstəgəl y çıx 3-ün mötərizə kvadratı bərabərdir 0. Əgər kvadratların cəmi 0-a bərabərsə, onlar ayrı-ayrıqda üzərdə 0-a bərabərdir. Yəni x üstəgəl 2 0-dır. Y çıx 3 də 0-dır. Buradan alıram y 3-ə bərabərdir. X də mənfi 2-yə bərabərdir. Hasilini istəyirdi x, y-ın mənfi 2 vurulsun 3. Olur cavab mənfi 6.
83 nömrəli tapşırıq. -2, 12 nöqtəsi y bərabərdir k böl x funksiyasının qrafik üzərində olarsa f3-ü tapın. Gətirib yerinə yazıram. Bilirəm ki, bu x nöqtəsidir, bu y nöqtəsidir. Yəni 12 bərabərdir k böl -2. Buradan da çıxır ki, k-nın qiyməti nəyə bərabərdir? -24-də. Bizim də f3-ü istəyir nə deməkdir? Yəni y f3 fx ümumiyyətlə y deməkdir. Mötərizə 3 varsa x-in yerinə 3 yazmaq lazımdır. Bərabərdir. K dəyişmir. -24 bölünsün x-də nədir demək burada? Müsbət 3-dür. -24-ü 3-ə böləndə alırıq cavabı -8. 84. 4,5 a b üstü m c üstü n bir hədlisinin qüvvəti əmsalından 2 dəfə böyükdür. M kvadrat çıx n kvadrat 32 olarsa m çıx n-i tapın. Deməli, bir hədlin qüvvəti necə tapılır? A-nın qüvvətində 1 var, üstəgəl B-nin qüvvəti m-dir, C-nin qüvvəti n-dir. Bu cəm olur bir hədlin qüvvəti və bərabərdir əmsaldan 2 dəfə böyükdür. Yəni 2-yə vuracam əmsal 4,5-dir. Bərabər olacaqlar. M üstəgəl n bərabərdir 4,5 2-yə vuran 9, bu 1-də keçirəm, bu çıx 1. Yəni m üstəgəl n 8-ə bərabərdir. Bizə nə verib? M kvadratı çıx n kvadratı bərabərdir 32. Yoxsa vurma üsul. Yəni mən bunu m üstəgəl n vurulsun m çıx n şəklində yaza bilərəm. Bu da bərabərdir 32. M üstəgəl n 8 verib bizə. 8 vurulsun m çıxılsın n bərabərdir 32. Buradan da alıram ki, m çıx n nəyə bərabərdir? 32 böl 8 4-ə. Doğru cavab olur 4. 85. Məktəbin A, B, C siniflərində oxuyan şagirdlərin sayı diaqramda verilmişdir. Hər sinifdə oxuyan oğlanların bütün siniflərin şagirdlərə nəzərən faiz nisbəti uyğun olaraq M, N və K ilə işarə edilmişdir. M üstəgəl n çıx K-nı tapın. Birinci sinifdə neçə oğlan var? Birinci sinifdə 10 nəfər oğlan var. Bu 10 nəfər şagirdi oğlanı bölürüm bütün siniflərin sayına. Burada 10 üstəgəl 6, 16 dənə şagird var. Digər sinifdə 8 üstəgəl 2, 10 nəfər şagird var. Digər sinifdə isə 10 üstəgəl 4, 14 nəfər şagird var. Faiz nisbətiyinə görə 100-ə vururam. Bərabər olur, uyğun olaraq M-ə. Digərində 8 dənə oğlan vardı. 8 bölsün. Ümumi şagird sayını tapdıq. 16 üstəgəl 10 üstəgəl 14. Faiz nisbətiyinə görə vururam 100-ə. Bərabər olur N-ə. Digərində 4 nəfər oğlan var. 4 bölünsün. 16 üstəgəl 10 üstəgəl 14. 4 yazmışam. Vurulsun 100 bərabərdir K-ya. Bunu tapıram ki, M-in qiyməti 25-ə bərabərdir. Burada N-in qiyməti 20-dir. K da bərabər olur 10-a. Bizə nə istəyir? M üstəgəl N çıx K-nı istəyir. Yəni 25 üstəgəl 20 çıx 10. Cavab da olur 35.